Orxan bəy, saxta profildən bir nəfəri təhqir etmişəm. Mənə nə gözləyir? Ümumiyyətlə nəzərə almaq lazımdır ki, hər hansı bir şəxsi kütləvi nümayiş etdirilən internet informasiya resurslarında kütləvi nümayiş etdirilməklə təhqir edilməsi, onun şərəf və ləyaqətinin alçaldılması cinayət məsuliyyətinə səbəb olan bir haldır. Bu ümumi müddəadır. Digər bir müddəa Cinayət Məcəlləsinin 148-1-ci maddəsidir ki, həmin maddə isə saxta profildən, saxta addan istifadə etməklə digər şəxsləri kütləvi nümayiş etdirilməklə təhqir etmək, şərəf və ləyaqətini alçaltmaq, böhtan atmaq da cinayət məsuliyyətinə səbəb olur. Yəni elə düşünmək lazım deyil ki, saxta addan, profildən və ümumiyyətlə uydurma addan istifadə etmək digər şəxsi təhqir etdikdə, digər şəxsin şərəf və ləyaqətini alçaltdıqda bu cinayət məsuliyyətindən azad olmaya səbəb olacaqdır. Digər bir hal da nəzərdə saxlamaq lazımdır ki, ümumiyyətlə hər hansı bir şəxsi kütləvi nümayiş etdirilmədən də təhqir etdikdə, yəni bu chatboxda, yazışmada, yəni digər şəxslərin gözündən uzaq formada da təhqir etdikdə bu yenə də məsuliyyətə səbəb olur. Artıq bu mülki məsuliyyətdir. Yəni digər şəxsin şərəf və ləyaqətinin alçaldılması həmin şəxsin sizə qarşı mülki iddia qaldırılmasına səbəb ola bilər, mənəvi təzminat tələbinə səbəb ola bilər. Ona görə çalışmaq lazımdır, sözlərimizə və danışığımıza hər zaman diqqət yetirək.